Frank imperiyası möhkəm deyildi və buna görə az yaşadı. Frankların asılı hala saldığı tayfalar və xalqlar öz adətləri ilə yaşamaya davam edirdilər. Onlar müxtəlif dillərdə danışırdılar. Bu tayfalar və xalqlar müvəqqəti olaraq yalnız silah gücünə birləşmişdilər. Frank əyanları əvvələ böyük Karlı müdafiə edirdilər. Çünki o əyanlara yeni torpaqları zəbt etməklə və kəndləri təhkimli hala salmaqda kömək edirdi. Lakin icma üzvlərinin torpaqlarını zəbt etdikdən sonra əyanlar artıq qüvvəti, imperator hakimiyyəti ehtiyac duymadılar. İri feodalların başqa xırda və kiçik feodallar da imperatoru müdafiə edirdilər. Çünki onlar da artıq məqsədlərinə nail olmuşlar. Onlara verilən benefisi artıq irsi olaraq keçməyə başlamış, kəndlər isə əsasən təhkimli halını salmışdılar. Bundan başqa, həmin feodallar vasallıq əlaqəsi yolu ilə krala deyil, iri feodallara tabe idilər. Hər bir iri feodal öz mülkündə tək başına hakim idi. Natural təsərrüfat şəraitində nəinki ölkənin ayrı-ayrı vilayətləri arasında, hətta ayrı-ayrı feodal mülkləri arasında da möhkəm əlaqələr yox idi. Bu cür əlaqələr ola da bilməzdi. Hər bir feodal mülkünün əhalisi başqalarından təzriz olunmuş halda yaşayır və digər yerlərin adamları ilə zəif əlaqə saxlayırdılar. Asılı kəndlərin işinə nəzarət etmək və onları mükəlləfiyyətlə daşımağa məcbur etmək üçün feodalın öz döyüşçü dəstəsi və məhkəməsi, öz təsərrüf müdirləri və nəzarətçiləri olmalıdır. O zaman kəndi üsyanları kiçik rayonları bir və ya bir neçə kəndi əhatə edirdi. Feodallar kralın köməyi olmadan belə üsyanların öhdəsindən gəlirdilər. Natural təsərrüfatın hökmranlığı şəraitində feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi Qərbi Avropa dövlətlərində feodal dağınıqlarına səbəb oldu. Böyük Karlın ölümündən sonra onun varisləri arasında aramsız müharibələr başlandı. 843-cü ildə nəhayət Böyük Karlın üç nəfəsi Das Karl, Almaniyalı Ludovik və Lothar Verden də Frank imperiyasını 3 hissəyə bölmək haqqında müqavilə imzaladılar. Bu təqdimatda Franklar dövlətinin dağılmasına əsas səbəblərini və parçalanma prosesini ətraflı izah etdik. Ümid edirik ki, təqdimat sizə maraqlı və faydalı oldu. Dinlədiyiniz üçün təşəkkür edirik.